Hamınızı Bakıxanovdan salamlayıram. Bakıxanovda Aruz Şadısarayına yaxın Abad məhəllədə görürsünüz. Bu məhəllədə bir dənə 2 otaqlı təmirli mənzilimiz satışa çıxıb. Plaşatkası genişdir, uşaqların əyləncəsi üçün futbol meydançası var. Məhəlləsi çox gözəldir, görürsünüz bax. Əyləncə vasitələri, hər cürə şərait yaradılıbdır. Bisetkası. Bakıxanovda mərkəzi ərazidə 2 ev layihəli binanın 9 mərtəbəli binanın 2-ci mərtəbəsində təmirli mənzilimiz satışa çıxıb. İstilik hökumətindir. Skvaznoydur. Mənzilimiz bax yer çəkəndir. Bir otaq buradadır, bir otaq buradadır. Qarşıda da uzun balkonu var. İndi bir göstərəcəm, baxın inşallah. Qiyməti də çox münasib qiymətə deyir. Binanın həyətini zadını çəkdim. Evin içini çəkin, baxın. Bax, burada 11 metrlik balkonu var belə. Marşrut buradan keçir. Düz binanın qarşısından keçir. Qiyməti sonunda deyəcəm, inşallah. Çox münasibdir qiymət. Əşyalardan da Kuxna mebeli saxlanılacaq. Santral qovşamıza baxın. Yəni, evi alana əsaslı təmirə, nəsə təmirə ehtiyac yoxdur. Təmiri qaydasındadır, bax, polu. Kuxnanı göstərəcəm. Aydın qapısına, yəni, baxın, ucuz indi çox evdə qoyurlar. Ucuz qapılardan deyil, yəni bahalı qapıdır. Öz üçün təmir eləyib, öz üçün səliqəli evdir. Kuxna mebeli evdə qalır.